الأمر العاشر مشهد 10. məsələ. البلاء Bəla və afiyyət, salamatlıq mənzərəsi. Bəla və afiyyət mənzərəsi. Bu da həmçinin o böyük mənzərələrdən biridir ki, əgər insan bunu qəlbi ilə müşahidə edərsə və zehnini bu haqda təfəkkür etməyə yönəldərsə, bu ona xeyrə qarşı həris olmağa və yaxud da mücahidəyə, nəfslə mübarizəyə kömək edər. Allah Təbarəkə və Teala'ya qarşı asilikdən uzaq durmaq üçün nəfislə mübarizəyə. Bəla və afiyyət. Günahlar ən böyük bəladır. Afiyyət, əsl salamatlıq isə itayətdir. Allah Sübhanahu və Teala'ya itayət etməkdir. İtayət əhli, afiyyət, salamatlıq əhlidir. Günah əhli isə bəla əhlidir. Beləliklə, bəla günahlardadır. Afiyyət isə Allah Sübhanahu və Teala'ya itayətdədir. قد يكون الإنسان مصابا في بدنه. Ola bilsin ki, insan bədənində hər hansı bir xəstəliklə mübtəla olsun. Lakin o, dinində afiyyət, salamatlıq içində olsun. Hətta dinində ən gözəl salamatlıq halında olsun. İnsan bunun tam əksi də ola bilər. Bədəni sağlam olar, lakin dinində afiyyətdə, salamat olmaz. Allah ona güc, bədən, sağlamlıq və mal-dövlət verər. Lakin o, din məsələsində salamat, afiyyətdə olmaz. Günahlar onu məhv edər və ya uçuruma aparar. İnsan bu məqam haqqında təfəkkür etsin. Çünki bunda Allah Sübhanahu və Teala'nın izni ilə onun üçün çox böyük bir fayda vardır.